Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə evi suyunda reyhan kompotu hazır edəcəyik. İsti yay günlərində ən dadlı, hər birimizin də sevdiyi kompotlardan biri olur. Demək, içinə gedən ərzaqlarımız 3 ədəd reyhan götürəcəyik. Reyhanı yaxşı-yaxşı yuyub, yarpaqlarını təmizləyib qazana əlavə edirik. Sonra üzərinə yarım dilim limonu doğrayıb tökəcəyik. Sonra 2 stəkan şəkər tozu. İstəsəniz şəkər tozunu azalda da bilərsiniz. Yəni bizim evdə ən çox şirin sevdiyinə görə 2 stəkan şəkər tozu əlavə edirəm. Sonra isə ağzına çıxana qədər qaynar suyumuzu əlavə edib yaxşıca qarışdırırıq. Qarışdırdıqdan sonra qapağını qoyuruq kənara. Hardasa bir yarım saat qalandan sonra rəngini tam buraxacaq. Görəcəksiniz ki, qırmızı rəngi olubdur. Sonra içindəkilər götürüb süzəcəyik. Gördüyünüz kimi çox gözəl reyhan kompotlarımız alınıbdır. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsi açmağı unutmayın. Hələlik.